Ben istedim ki Azerbaycan prezidenti de bunu eşitsin. Kasbadin İlham Aliyev bu işe son koysun. O hicaba göre tutulanlar var. Bu saat türmede yatırlar. Onların hicaba göre oyun kurdular, tutturdular. Onların da balaları var, onların da aileleri var. Bəs onları hicaba göre zindana salıblar. Onlar azad olmalıdır. O zürdür ki, bu günləri ölkəndə götürəsən, ölkəndə yaxşı, qeyrətli oğlanları zindana salasan, Qarabağın müharibəsi qalsın. Onlara silah vermək lazımdır, geçsinlər Qarabağda vuruşsunlar. Bizim torpaqlarımız erməninin ayağının altındadır. Azərbaycanın rəhbərləri istəyirlər ki, burada hicab məsələsini ortaya atsınlar. Bu cürdür qardaş. Geçsinlər Qarabağ torpaqların azad olsunlar. Bizim Qarabağ torpaqların xaricilərə işğal olmuş torpaqları 15 dollara kvadrat metrəsini satırlar xaricə. Aynıdır. Və biz bunu harada, necə dözməliyik biz? Mən özüm də Qarabağa köməklik, yardım eləmişəm. Məsələn, 10 dənə maşın Rusiyanın Dağıstan Federasiyasından Sudabeker maşın. Raket üstündə alıb hədiyyə eləmişəm müharibəyə. Sonradan bizə dedilər ki, qardaşlardan daha heç nə gətirmir. Cəbhə vaxtı oldu. Bəli, cəbhə vaxtı. Sonradan dedilər heç nə gətirmir. Gətirmir. Mən Allaha görə nə danışıram, Allaha görə. Burada nə danışıram, Allaha görə danışıram. Deməli, mən İrana keçmişdik, biz neçə nəfər idik. Gəldik, Biləsuvardan keçmişdik, orada bizə yaxın idi. Oradan gəldik Ərdəbilə, Ərdəbildən Tehrana, Məşədə getdik, ziyarət elədik. Yenə qayıdıb gələndə gördük ki, sərhəd şuluqdur. Hansı sərhəd? Bizim sərhəddən İran sərhəddir, adam çoxdur. Yox, yəni Astara sərhədi yoxsa Biləsuvar? Biləsuvar sərhəddir. Hansı ildeydi bu dəqiq? Onu vallahi ağam, mənim dəqiq yadımda deyir indi. Yəni ola bilsin 92 ya 93'də. Hələ o aralardaydı, biraz o ərəfələrdəydi. Deməli, oradan bizə İran tərəfdən də ehtiram olundu, keçdi bizim tərəfdən də ehtiram olundu. Bəli. Yəni bizə maşın da verdilər, hətta bir dənə hərbi maşını, bizim vəsaillərimizi götürsünlər, ancaq bizə verdilər. Biz 5-6 nəfər idik. Bəli. Bizim tərəfdə hərbiçinin maşını verdilər bizə, yəni biz orada mallar, vəsailimizi də qoy, aparsın, bizi çıxarsın çölə. Hətta bizim tərəfdə bizə dedi, istəyirsiz sizi masallı yaparaq. Dedik, yox, maşınlar gözləyir orada. Bu ehtiram olundu. Və mən orada, bu saat həmin adam bizim hərbi komsarlarda işləyir, masallıda. Həmin oğlan, hərbiçi idi. Mənim oğlumla oxumuşdu, mənim oğlumla işləmişdi hərbidə. Mən ona dedim, oğlum, bu nə məsələdir? Burada 50-60 dənə Kamaz maşını bizim tərəfdə qalıb. İran tərəfləri də o tirlərdən qalmışdı neçəsi. Bu oğlan mənə belə dedi ki, dedi, ağa, dedim, nədir? Dedi, silah maşınlarıdır bunlar, silah gətirib İranlılar bizə. Silah kömək üçün. Kömək üçün. İndi biz bunlara yükləyəcək, aparacaqlar. Dedim, əlhamdülillah, ilahı şükür sənə. Dedim, hər erməni üçün gərək İran bizə 10 dənə güllə versin. Hər erməninin başı üçün. Sonra oğlan dedi, verib. Bax, bu saat oğlan hərbi komsarlıqda, masallıda işləyir. Bəli. Bəli, ondan mən soruşmuşum. Bu bir, çoxlu köməkliklər olub. Allah da bilir, bilənlər də bilir.